Tarixi dini abidələr bir xalqın milli kimliyini, mənəvi əxlaqi dəyərlərini, adət-ənənələrini özündə təcəssüm etdirir. Əslində elə bu səbəbdən də Ermənistanın Azərbaycana qarşı 30 ildən artıq davam edən təcavüzünün qurbanları arasında tarixi dini abidələr, müqəddəs ocaqlar və məbədlər də yer alır. Milli mənsubiyyətimizi və dini ənənələrimizi özündə əks etdirən abidələr işğal dövründə ya tamamilə dağıdıldı, ya da onların erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhdlər edildi. Məqsəd isə xalqımızın minilliklər ərzində yaşadığı torpaqlarda həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı məhv etmək idi. Şuşada yuxarı və aşağı Gövhərağa məscidlərinin, Saatlı məscidinin, Vaqif türbəsinin, Natəvanın evinin dağıdılması bu faktların sadəcə bir hissəsidir. Bütün bunlar təkcə fiziki məhv etmə aktı deyildi. Bir xalqın tarixi yaddaşına qarşı yönəlmiş hücum idi. İşğal altındakı müsəlman dini kimliyinə aid olan abidələr, o cümlədən digər mədəniyyət nümunələri dağıdılmaqla yanaşı həm də təhqir olundu. Məscidlərimizdə donuz, mal-qara saxlamaqla bütün müsəlmanlar təhqir edildi. Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər, Cəbrayılda Azərbaycanlılara məxsus məzarlıqlar dağıdıldı, qəbir daşları oğurlandı. Tarixi abidələrimizə qarşı vandalizm faktları bununla da bitmir. İndiki Ermənistan ərazisində tarixi Azərbaycan torpaqlarında yerləşən dini abidələrimizi də dağıntılara məruz qoydular. Oğurladıqlarına yamaq vurmaqla özününkiləşdirməyə çalışanlar bəzi abidələrimizi saxtalaşdırmağa cəhd etdilər. İrəvan Şah Abbas məscidi, Dəmirbulaq məscidi, Hacı Novruzəli məscidi, Buğakar ziyarətgahı, Ağadədə ziyarətgahı və digər müqəddəs yerlər ermənilər tərəfindən tamamilə məhv edildi. Göy məscidin memarlıq xüsusiyyətləri dəyişdirilərək onun farslara məxsus olduğu iddia edildi. Həmçinin İrəvan şəhəri yaxınlığında yerləşən Əmir Səid məqbərəsi Türkmən məqbərəsi kimi təqdim olundu. Ötən il sosial şəbəkələrdə İrəvanın ən böyük tarixi məhəllələrindən olan Təpəbaşı məhəlləsində xalqımıza məxsus məsciddə Qusta Rüsulla spirtli içki istehsal edildiyini və bura gələn turistlərə təklif olunduğunu əks etdirən görüntülər yayılmışdı. Bu da təkcə xalqımıza qarşı yox, bütöv İslam aləminə qarşı hörmətsizliyidir. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində xalqımızın indiki Ermənistan ərazisində yüz illərlə tarixə malik mədəni irsi tamamilə yox olmaq təhlükəsi ilə üzləşib.